Hoppa. Dəlxanadır, dəlxana. Hoppa. Mən vaxtında geçseydim gözəl bir 4 dəfə evlənmişdim orada. Bir dəfə yox, hər kolun dibində bir dənə çay. Ay seni. Ay seni. Ha, Bu nədir? nədir? Ha, bilmirəm nədir, ekrana baxmıram. Gözün oyaram sən. 4 dəfəyə baxırıq. Ha, yox, həqiqi çağırmışlar. Geçseydim bir 4 dəfə evlənmişdim. Əsəbisən yəni. Sarıbacı düşdü deyirsən. Hə, sarı bacı çox səs götürmür da. Sarı niyə düşdü ha? Sağlam Hadi bir yavaş başqa salamatçılıq. çay verir, yemək verir ona görə. Allah bomba kimi yeyək. İşte oturmuşuq evdə, soyuqla hava. Gün də çıxmış adam şəbəhliyə. Hörmət eləyibdi. Hamıya. Hadi İştirakçılardan gedir söhbət, iştirakçılardan. İştirakçılar. Bəli, bəli. Bax, Annaya da hörmət eləyib, mənə də hörmət eləyibdi. İştirakçılardan söhbət gedir. İştirakçılardan. Zahir müəllim bizim üçün əlindən gələn idi. Allah onu ölənlərinə. Sadəcə iştirakçılarımız pintidir. Pinti. Bəli, bax, məsələn, bax, Anna gördü. Mən tualeti təmizləyirəm, hamamı təmizləyirəm. Alçıqca mənim acığıma iştirakçılar gətirib tualetə zibil tökürlər. İştirakçılar gətirib orasını burasını qırxıb tökürlər. İştirakçılar gətirib Allaha and olsun deyə görüb Anna. Demə, çox demə. İştirakçılar gətirib çay xatası tökürlər. Düzdür. Ona görə də ki, poxludur. Bir-birinin sevgisini əlindən alırlar. Bir-birinə məktub yazıb tullayırlar. Bir-birinin sevgisinin qoltuğuna girib apardı evinə. Bax, iştirakçılar budur. Mən efirdə razıyam da Zahir müəllimin komandalarından, Zahir müəllimdən də hamısına razıyam. Narazı yerim yoxdur. Mən burnumu əməliyyat elədim. Onun sayəsində Füzulini tapdım. Onun sayəsində mən çox şeylər elədim. Amma mən deyirəm ki, iştirakçılar bir-birinin üzünə deyir, bacı deyirlər, bacı deyirlər, bacının sevgisini əlindən alırlar. Bacı deyib yorğanın altına bala koyurlar. Mən gördüyümü orada gördüm. Düzdür, düzdür, gözəl düzdür. Mən özüm Allah şahidiyəm. Düzdür. Bax Annaya. Bacı dedi, Annaya qayıdıb üzünə qarşı dedilər ki, sən əlisən. Desin ki, yalan deyir. Yo, düzdür. Yeməyimi yedilər. Bəli. Sən yazıq qaldı, mənim də xəbər yoxdur. Məsləhət görürsən, gedim mən də oraya. Allah haqqı, Zahir müəllimin də xəbəri yoxdur. Quran haqqı efirdə xəbəri yoxdur. Ha. Gətirirlər var, iştirakçılar eləyir. Bax, iştirakçılar nömrəni yazırlar, gətirib tarafbadan xəlbətləyib qoyurlar. Gördüm, mən orada görmədiyimi gördüm. Bilmədiyimi orada ayırdım mən. Füzuli gözəlin yanındadır, bölündədirlər. Nəyə getdi? Füzuli o anki otağa getdi. O anki otağa getdi. Amma bir dənə orada anladı. Bir dənə, bax, üzünə qarşı demirəm, dalında da demişəm. Dalına Kart nömrəsi Anna'dır. Gözəl insanlar, Anna'nın kart nömrəsidir. bir dənə anladı. Orada yaxşı olan anladı. Qalanları heç. Canı bir-birini ancaq təliyə salırlar. Vay. Damla Cabran. Vay. Bacı deyib. Baba. Tıs pıstılar. Bax, orada gelib gördü də o onun qulağına deyəcək. Bu bunun qulağına deyəcək. O onun yəni söz qayıracaq. Onun adına söz çıxardacaq. Vay də davay. Hazır Anna'nın zulüm ağlatmadılar orada. Amma Zahir müəllimlə razıyıq da, Zahir müəllimin kollektivinə də razıyam da, onun necə deyərlər, özünə də razıyam da. Zahir müəllim mənə pulsuz, parasız əməliyyat elədi. O sayəsində mən qabağa getdim. Amma mən Zahir müəllimə təşəkkür edirəm, minnətdaram. Allah həmişə yaxşı yerdən səsləri gəlsin. Əlbəttə. Yaxşı yerlərdə onun komandaları, ona özü, Zahir müəllim özü, komandaları, yaxşı yerdən səsləri gəlsin. Allahdan arzumudur. Razıyam, narazı yerim yoxdur. Amma iştirakçılardan var, narazıyam. İştirakçılardan narazıyam. Razı deyiləm. Bir dənə anları çıxma şərti ilə.
Hamısı söz qayran, sözbaz, onun dalıyla danışmaq, gözləmə zalında onunla pıçı, gözləmə zalında ona məktub vermək, telefon nömrə istəmək, hamısı göz qabağındadır. Hazır gedənin adı nədir? Oğlanın, deyil sevgili tapanın. Hazır ona dedilər ki, nədir, sən bir dənə qızla ailə qur, yalandan. Dilən ki, bir dənə cüttüş elə, dilən ki, ayrılmadı, bizimki tutuldu, tutmadı. Cüttüş, Bizim cüttüş. gözümüzün qabağında olub, hamısı. Ciddiş büttiş ne de? Birinin adını da bilmirəm, oğlanın adında. Salih. Ay sağ ol. Gözləmə zalında. Elliyimiz də oturmuşdu. Salih'e çağırdılar yanına. Salih'e dediler ki bir tane kız tav. Salih'e dediler ki gördün o alınmadı. Yalandan efirde dinen ki bizimki alınmadı. Ciddiş elə biraz keçsin alınmadı. Haysa biraz fırlan kızla fırlan elə. Çünkü bizim yanımızda oldu bu. Ben de eşittim o sözü. O sözü ben de eşittim. Ki kızla ona da 3 nəfər toladırdı Salih'i. 3 nəfər. Dedi ki sen kız bir tane kız tap. Kızla cıkkuldaş mıkkuldaş. Sonra dediler ki alınmadı bizim işimiz. Aile kuran götürüp gelen məni kimi olar. Ne hediye istemedim, ne xonça istemedim, ne toy istemedim. Aldım gitti. Salih'in de ağlı yoktu. Al get tak gir kızın otağına. Neyinirsən ha? Vardı, devletdi. Boş şeydi. Allah'tan can sağlığı, xoşbəxtçilik. O kızın içinde üzüm. Varın içinde üzüm. Xoşbəxtçilik olmayan olsa neyinirəm? Şələ onlar efirdə cüttüş edirlər. Hala deyir bizi evlendirin ondan sonra cüttüş edir. Ay Allah boş şeydi. Ay getirsinler xonça koysunlar. Nedir? Kurtlu şeyleri düşsünler. Pişintileri düşsünler. Kurtlu pişintileri düşsünler. Gıdan ora. Başıma pullar tökülsün. Ha, xoşbəxt olmayandan sonra deyək ha. Birinci yoldaşımdan 2 tane xarici maşını var. 2 mərtəbə villası var. Tüfürüm ona. Allah'tan can sağlığı bir de xoşbəxtçilik. Xoşbəxt o günə. Rollayın bırakma Diyanı burada otaqdan çölə bırakma. Gözəl o anki otağına getdi. Qardaşı ilə danışır. Qardaşı sən. O da qardı soğuktu koyma birdən qaçıb edir. Yox, bu bizim estidir. Yalandan deyib gerçəyə çörürlər birdən yalandan müsəllim dənə söz danışırlar. Mən qulaq alsın, nə deyirlər desinlər. Bu qulağından aldım. Dedim, mən etmə deyil. Yaxşı. Bu kimdir? Bizim uşaqdır, danışan deyil elə, qoşulu belə qalır. Anlayan Allah xeyirdə anlanmaması tapılsın. Gözü yoldan çəkilsin, Atabəyin gözündən çəkilsin o. Amin. Yazıqdır. Anla xala cansın, qışı qaldırım sana. Kimlə qaldırdın qışı? Bir yaxdan belə qaldırır, əli ilə dartır belə qaldırır. Anamın sahəsində qaldırım. Töymə. Kişi yaxşısan ha? Oy qaqaşımdır. Darıxmamısan efirdən ötürürsən. Gördüm darıxmısan, telefonu da vur qulağa gəl gələn, qoltuğa gəl atıbiyəsən. Ay orada ağlayırdı. Oteldə ağlayırdı. Davan şaban görüb ağlayırdı bu. Gəl qoşarsan da cüttüş bütüş elə orada. Cüttüş bütüş gəl gələn. Bilmirəm nə deməkdir. Gəl günə sən cüttüş bütüş elə. Ay dedi sağ. Bırak töymə də get orada. Ne olar ki? Ne olar? İndi süpürdüm zəhəri evi. Evi indi yıkışdırdım. Şükürlər. Gedirəm. Deyək ha. Gözüm aydı. Gözü çıxartdım. Allah'ın şeydi. Birazdan canlaşacağım. Güzellik Sormasınız gözəl.
Valla sağ ol, salamat. Allah Allah, istəyirsənsə birazdan pek oynayaq. Anam, mən, sən Füzuli. Dayı. Problem yok. Oynayaq da. İşte şeydir, zamdan qaldırarıq. Oyda 2000'e qaldırır zamlar bəli başda. 2000'de. Ay 2000'e qaldırır. Oynayaq. Tərürəyən istəyir. Anla xala 2000 nəfər var. İstəyirsən indi canlı atma maçı 2-2. Güzel etqam yoxdan belə tutun ben. Parmaqlarım ağrıdı. Qolum belə tutun. Mən tutaram. Hazır canlı xala canlı. Sən udarsan axı məni. Heç də olmaz. Beni mi apararsan? Anla xala bu gün mən öz telefonumda şeydə canlaşdım hələ belə də. Hə. Səsimi söylədim, ad nə deyə çıxardım, 5 ili spam verdi. 12 dənə binim var ya, apararsan qalaram elə. 22 manat kazandım hep yaxlarım. Bilmədə. Sağ olsun. Allah sağ olsun. Allah hamısından başından döysün. Allah bütün insanlarımızı başından döysün. Qəribdə olan bacı qardaşlarımız, torpağımızın keşiyində duran əskər qardaşlarımız hamısını Allah qorusun. Allah hamısına can sağlığı versin ki, yaxşını, pisini, nə bilim, duaları bizim yanımızdadır, dəstəkləri bizim üçündür. Allah onları qorusun, hamısını. Amin Allah. Amin. Əlbəttə, onlar olmasa biz neyə? Onların sayəsində biz Allah o çörəyi yeyirik. Biz. Allah onlara versin, biz də onların içində. Amin. Bax mənim burnum əməliyyat olana yaxın. Zaur müəllimi niyə çox istəyirəm? Zaur müəllim çox bidin adamdır. Çox. Əlim qutuya belə qoydu. O gün axırıncı dəfə sənin yanında hosteldə qalanda mən ayağımı sənə göstərdim. Dedim gözəl, ayağım pisləşib. Gəldim axı evə, pulum yox idi. Allah and olsun 1 manatım yox idi. Elçi müəllimə səs atdım ki, mənim ayağım narahatdır. Allah şahidim olsun, həmən dəqiqə mənim kartıma pul atırlar. Bax, bizi yaradana and olsun. Dedi, anla get həkimə, ayağının üstünə düşdüyünə. Elçi müəllim. Hə. Mən elçi müəllim var. Zahar müəllimə demə dəstək olsun. Dedi, problemdir, sağ olsun. Naxadı, mən ayağım gənə narahatlaşmışdı axı qanqreniyə qarşı. Sənə görsətdiyində dedim, gözəl, ayağım pisləşir. Allaha and olsun. İndi şükür Allah sağaldı. Allah'ın şükür. Elçi müəllim var ha. Çox yaxşı adamdır. Zahar müəllimin komandaları. İçi Zahar müəllim. İçi elçi müəllim. Çox gözəl adamdır. Çox, heç çox. Əlbəttə. Bizim sadəcə iştirakçılardan narazılığımız var. Amma onu deyim iştirakçılar. Hə, iştirakçılardan bizim narazılığımız var. Çünki təmizlik eləmirlər. Arzu da təmizdir. Arzuya da söz ola bilməz. Yəni, arzu da yığırdı, yığışdırırdı. Amma başqaları, arzudur gözəl, başqaları pinti, mundarçılıq. Günlə təmiz yürüyəm. Bax orada alanda da. Gedirəm hamamı, tualetə, xlor tökürəm, acı tökürəm, təmizi. Mən elə sizin yanınıza otağa girən kimi bir də baxıb görürəm ki, ay tualet nə gündə, hamam nə gündə. Belə şey görürsünüz. Nə görə də mənim uşaqlarım yalan da olsa yaxşıdır. Mənim uşaqlarım orada sətdir. Təpə dırnağı uşaqlar orada sətdir. Getdim oradan şey aldım. Nə deyirlər? Kükütdə sabun. Uşaqları təpə dırnaq kükütlədim. Çünki iştirakçılar poxludur. Çox poxludur iştirakçılar. Təmiz iştirakçılar yox idi. Yazıq mən görəm də anla çimə yeri təmizləyirdi. Allah aşkına. Qayıdıb da o birisilər belə deyir. Mən bu otağı təmizləməyə gəlmişəm. Mən tualetə hamamı təmizləməyə gəlmişəm. Mən nə gəlibdir? Sən əgər burada qalırsansa, elə bir özündür, təmizləməlisən. Düzdür. Hostelin xadiməçilərin bizə dədəmizə borcu yoxdur ki. Bax, yəni sağ olsunlar o hostelin işçilər ki, onların hər səsinə, hər pintiliyinə dözürdülər. Valla başqası olsa dözməz. Allah haqqı. Azqaraqdan bucaqdan gələnlərdir, poxlu bulamaç yaşayadırlar. Mən görürdüm da, bax ki, bildirərim.
Hələ hostelin onu necə deyərlər? Adamları iştirak deməyib ki, gözəl o 3-cü mərtəbədə vermişik televizorda. O Wi-Fi'si da, televizorda, suitdə, hamamıda, repsonda, nə gözəllikdə. Biz nə də bizə təmiz vermişlər də biz də təmiz verdik. Vallahi Zahir müəllimin Allah ölənlərinə rəhmət eləsin. Bir lükslü yerə bizi qoyur. Allaha lüks ver, lüks. Eləyənlər poxludur. Bax, iştirakçıların çoxsu poxludur. Amma onu deyim ki, iştirakçıların çox da həm poxludur, həm söz qayrandır, həm də ki, bax, o qədərin adı nədir o sevgisiz yaşayan? Yadımdan çıxdı. Salih. Salih. Bax, Salih canını aşmışdı. Milyon canlının içində özünə alçatmalıdır da. Sən qızın evinə girirsən. Sən deyirəmsə, buradakılar hamı deyir ki, deyirsən ki, yalan deyir. Sən qızın evinə girirsən. Sən canını açarsan. Niyə deyirsən ki, bu dolma buz kimidir? Nə deyə tullayacam pəncərədən yerə? Bunu o deməyə deyil idi. Bunu səsin batırıb deməliydi. Bu biri. İkinci növbədə də ki, Esmiranı orada koltuğun altına şey koyurlar. Nə deyirlər bu? Şişirdirlər. Esmiran mənim işimə də qarışmışdı. Zahir müəllim qayıdıb dedi ki, bu qutu gözələ çatacaq. Esmiran çıxıb çöldə qayıdıb dedi ki, gözələ qutu çatsa gözəli para eləyəcəm. Yəni döyüb əlindən qutunu alacam. Bax burnuma. Qayıtdım mən də Esmiraya dedim ki, qutu mənə çatıbdı. Esmira gəl Salihə çatdı. Birinci mənə çatdı. Füzulini orada dəli eləmişdi Esmira. Zır dəli eləmişdi, zır dəli. Esmira eləmişdi. Axırı Füzuli qışqırdı ki, nə istəyirsən məndən? Füzuli ilə məni aralamaq istəyirdi. Sonra başlayıb indi Salihə. Bu ələ tutmaq nə olsun da? Füzuli məni efirdə əlindən tutdu. Nə olan şeydir ki, hə? Bunu verilişi aparan Zahir müəllim deməli ki, bala, ələ tutmayın. Gedin, ən azaqsız kəsilməyibdir. Amma Esmiranın ixtiyarı yoxdur ki, onun iştirakçıları deməyə. Nə mənə, nə o birisine, nə bu birisine. Esmiranın ixtiyarı yoxdur. Nə oldu Esmira? Deyirdi, ağotda oğlan gələcək. 60 yaşıma deyirdi, ağotda oğlan gələcək. Esmira onu deyirdi. Nə oldu ay Esmira? Yaxşı, bizdən səndən tərbiyəni götürməliyik. Bizdə səndən tərbiyəni götürməliyik. Sən ağbiçi arvadsan, ağsaqqal arvadsan, bizdə səndən tərbiyəni götürməliyik. Sən çıxmısan, sən efirə xoduna. Sən çıxmısan, sən efirə, sənə qoltuğun altına şey verirlər, mikrofonu verirlər sənə. Sən nə varsa, gəl Salihə təqdir edirsən, gəl o birisini təqdir edirsən. Sənin ixtiyarın yoxdur ki, nə Salihə, nə o birisini, nə bu birisini təqdir eləməyə, nə məni, nə bunu iştirakçıları aşağı səviyyədə salmağa. Heç kəsi. Vagonda vallahi heç kim qalmaz Allah'a. Vagonda heç kim qalmaz. Adam pisin altında, ay sənin başına dönək. Qışı var, yağışı var, yayı var. O Salih orada necə qalır həm Seni deyəndə, yaxşısın deyək. Ay Esmira, qoy məni qayd edib atsınlar Esmiraya, mənə daxil yoxdur. Ay Esmira, yaxşı, o qədər vagonda qalanda niyə yazığın gəlmədi? Niyə? Bir dənə qız tapan kimi, ay deyir ki, ailə qurur, əl tutublar. Ələ tutsunlar da, öpüşmürlər, bir şey eləmirlər. Ələ tutsun da. Ya Salih, nə bilim, Salih xoşbəxt olmalı, ləyək bir oğuldur. İnşallah o qədər yaxşı olsun. Nə bilim. Qardaşım olsun, Salih tərbiyəli oğlandı. Adamın başında. Yazırlar, Esmiradan danışmayın, eləməyin aşağıda uşaqlar. Hayır, ama Esmira kimisiləri mən susuz aparıb, susuz gətirir. İki qardaşım qarışıq. İki qardaşım. Bilirsən nəsədir? Özün olmusan o efirdə, bildiyin efirdə olmusunuz da hamınız. Bilirsiniz ki, o söhbətləri o deməsə, sabahları buna mikrofon verməzlər ki, ala buyur ginən, şeylə ginən. Danış ginən, kamerasını çəksin. O da bir dəfə kameraya düşür orada ATV-də, sabahlar naxada axşamı yürür, gedir oturur canlının qabağında, canlını açır, cəmaatı çoxaldır, başlayır ağıl verməyə. Yəni, vəbşə orada belə ağıl verənlərin çoxunun ağlı yoxdur. Yalanlar ilə ağıl verməklə deyir ki. Öləklər var rəhmət, qalxlar. Yəni, o ağıl verən adam, abala, çıx efirdə, valla, belə deyək də, hər öz ailəsinə ağıl verir.
Sən yalanla orada ağıllı danışmağa ehtiyac yoxdur. Fərq eləmir, nə esi, nə olsun, nə bu, heç birini. Yalandan ağıl verirsən, hərə öz evinə, öz ailəsinə ağıl versə. Bəli. Olsa, valla o qıraqdayanın ağıl götürməz, nə də ki, qıraqdayana baş qoşmaz. Bax, Kübra xanım dedi ki, get bizimlə səni oradan canlınan sil. Onu nə üçün dedi Kübra xanım? Çünki gedirsən efirdə gəlib açır, efirə gedirsən gəlib efirdən sən canını açıb efirdə danışırsan. Niyə iştirakçılardan danışırsan, niyə efirdən danışırsan? Niyə? Bu Azərbaycanın şeyi səhər qaldı, ay Esmira. Qayd eləsinləri, mənim üçün fərq eləmir. Mən buradan alacam, buradan bıraxıram gedir. Mənim üçün fərq eləmir. Amma mənə də Esmira taftalayırdı, ağzından gələni mənə deyirdi, nələr mənə deyirdi Esmira reklamda. Deyirdi ki, 2 ay Füzuliyə vaxt qoyuram, 2 aydan sonra Füzuli ilə gözəl ayrılacam. Mən 2 ay tam olub, yoxsa? 1 aydır. İlk barda hələ 1 ayda Mən vardı. dəyərli bacı qardaşlarım. Allah sizləri qorusun. Allah Başım sizləri bırakın. qorusun. 50 mindən söz deyirlər usta, başım Sizin bırakın. bərəkətiniz bol olsun. Nə bilim, Azar müəllimgil Esmiriyə oda çək verməli deyil. Çünki iştirakçıları aşağı səviyyədə eləməli deyil. Hamımız iştirakçıyıq oranın, Atabəyin iştirakçıyıq. Bax, Anna da, mən də, o birisi də, bu birisi də. Esmira orada özünü parçaq hesab eləyir. Mən də aşağı bir səviyyədə sahibdə Esmira. Özünü mənim başıma tac qoyub. Sənin başının tacına mən poxu yığım ki, sənin başına tacı qoyubdur, sən iştirakçıların ağzına poxu yığırsan. Sənin tacına mən poxu yığım. Sən Füzulini sən orada dəli eləmişdin. Nə yaxşı ki Füzulini gətirdim. Axırı Füzuli qayıtdı. Mən Esmiradan da deyir buradadır. Qorxmuram, eləmirəm də. Qayd eləsin, sabah efirdə də desin. Esmira deyəcəklər sən. Desin da desin. ha gözəl. Anna sabah efirdə olacaq. Anna belə də çörəcək, belə də çörəcək. Qorxma, mən canını açıqla deyirəm. Mən Mən canını Allahdan başqa heç kimdən qorxmuram. Mən orada heç kimlə işim yoxdur. Mən mamamı axtarıb çıxıram. Kart Annan kartıdır. Gözəl Ən insanlar. farklıdır. Kimin gücü nəyə Annan dəstək kartı. olursa. Yəni dəstək üçün qoyulub. çünki mən nəyə görə deyirəm? Mən Allah var adam başının üstündə. Esmira kızları tərbiyəlidir. Amma Esmira orada iştirakçıları aşağıdır. Ay Esmira sən də iştirakçısan, mən də, Anna da, o birisi də, bu birisi də. Salih, Füzuli mənim əlimdən tutdu. Tutdu, qalxızı dedi ki, mən bunu sevirəm. Salih də sevgisinin əlindən tutuldu. Kiçikdir. Ay amma görür ki, bir də böyük kiçiklər sahibi sayan var. Ata oğuldan sigaret istəyir. Ondan sonra ata gətirib oğlun yanında arağı tappadara qoyub, oğlun yanında loqloqloq içir. Oğul da atanın yanında sigaret çəkir, atadan sigaret pulu alır. Benim böyük kiçik var. Allah'a and olsun. Mən avtobusdan Qəbəliyə gələndə var, Quran haqqı. Böyüklər ayaqsa qalxdı, balacalar durmur ayağa ki, böyüklər otursun. Gözümlə gördüyümü şahidəm mən. Axırı mən durdum ayağa, atam yaşında olanları, qardaş bacı yaşında olanları dedim ki, gəl otur atam, gəl otur anam. Böyük kiçik elə bilirlər. Yoxsa ki, ələ tutmaqla, olsun da ələ tutmaqla, milyonun içində nə varlar ki? Esmira hamını alçaldır. Mən deyirəm, qoy qayd etsinlər. Esmira sən özündən danış. Ağ otlana get. Ağ atla oğlana getsən. Bildin Esmira? Sən mənə də qarışmışdın. Mən at yoxdur, at qaçırdıq. Mən bax, sən o başını bıraxın, deyirsən Esmira. Bıraxdım başını. Sən danışaq. Mən bax, Füzuliyə yaxşı baxa bilirsən ağrı. Füzuli mənim ürəyimdir, canım ciyarımdır. Arada onu tərəziyə çıxart gör, arıqlayıb eləməyib, kökəlməyib, çəki ilə baxın. Nə çox kökətmə, nə də çox arıqlatma onu. Sabah yazır işlədir, inşallah. Sabahlarım saat 9-da aşkım birinci işə gedir. Xeyri sağ salamat gelib gəlsin. İşi uğurlu olsun. Başım bura neysən, ondan bundan. Öz orada xoşbəxt olun, nə bilim. Haçansa vaxtınız olanda deyəndə gedin dəyin verilişə. Elə alıb gətirdim oradan, elə alıb gətirdim ki Füzulini, elə alıb gətirdim. Yetim orada başım bürümüşdülər. Elə bir kartofya almışsan, kartof soğan alıb gətirmişsən. Adam niyə bu? Elə demək ki, ayıbdır. Elə də alıb gətir.
Dünən mənim annem məsəl görübdü ki, Füzuli qaçıqdır. Elə alıb getmirəm deyədən qaslayırsan o kişini. Füzuli çörək təndirə çörək yapırsan, Çoğan, böyle çoğan da deşiki çıxardı səni, çoğunu. Füzuli nəyə qalmağa qaçıb, qoltuğuma vurup gətirdin. Mənə bax, onun ev dustaqlığı hələ də gedir, ha? Ayo, sabahların birinci işinə gedir. Xeyri sağ-salamat deyib gəlsin. Amin. O divanı da göndər, o divanda uzanmağı öyrəşib. O divanda uzansın orada arada. Divanda oğlumdur. O getdi o bir otağına, maması ilə danışır. Hələ mi? O bir de divan var, ha? Gözəl, qaynananla danışırsan? Ha, indi qaynımla danışdım indi. Ondan sonra qaynanamla da danışdım. İndi danışmışam. Bak yaxşı danış. Allah hər zaman mehriban eləsin. Allah hər zaman xoşbəxt Sağ ol, hamına, hamıyla bir yerdə. Hər zaman arzularına çatasan. Hər zaman. Sən o qədər gözəlsən. Qızım söhbəti eşitmədim. Valla bu Füzuli'nin maması bəyəxmədi ki, qızım nə tərsən? Deyirəm, ay mama, dolma pişirəm, dolma işlə. Bir şey deyəcəm. Mən bax dolma Füzuli bükük yoxsa sən? Mən İşləyib edirsən, qoy evdə büksün də biraz öyrənsin dolma bilməyi. hələ işə girməm, çox xeyirli girəcəm bay. İnşallah, güzel, inşallah. Allah koysun. Mən gözəli çox istəyirəm. Valla Arzunu da çox istəyirəm. Gözəl də çox istəyirəm. Allah şahidim olsun ki, çox istəyirəm. Qarşılıqlıdır, ay bacı, qarşılıqlıdır. Sən də qarşılıqlıdır. Çox sağ ol. Mən Allah haqqı nə bilim. Bir dayı edirəm ki, çörək yeyirsən. Dayı çağırdıran ki, anam deyir ki, çörək yeyir. Gözəl, mənə də bir boşluq dolma çək gəllə. Gəl qurban ol. Get də yanına gəl. Hə, dən doğru. Dur kişiyə qulluq elə. Dur. Çıxmıram, mən hələ buradan çıxmıram. Nə, kişiyə indi qulluq edəcəm. Gözəl, kişiyə qulluq elə. Nə bax, canlı da qulluq elə ki, qoy görsünə ki, gözəl qulluq eləyir kişiyə. Bəlkə qaynana sən yenə koftadan yaddan alıb göndərdi. Qaynana ürəkdir. Qaynana ürəkdir, ha? Hələ göy. Deyinə bir ay pensiya göndərsin, biraz dolanıyor rahat. Ay Füzuli. Dur gəl aşkım. Az gözə, həmçə aşkım, sevgilim deydin, elə çağır. Nə deyim buradadır? Ay Yezlə, hosteldə həmişə aşkım, sevgilim deyirdi, hanı o sözlər? Dilim olasın, ben çarptım da ha. Valla açta çaşır. Qaranlıq yerdən gəlir Füzuli deyəsən. Arada ışığı yandırın, qoy ayağın altını görsün də o qaranlıq yerdən hardan gəlir? Ya burada olmak istiyorum. Ben çörəyə doğdum. Daha həqiqi məba, yaxşı dolanın, döyüb eləmə ki. Yine el kalkızar. Siz adamı bir abur eləyərsiniz ya. Ben mehriban olun axırı. Siz adamı bir abur eləyərsiniz ya. Həqiqi məba, qaynanla danışan deyən ki, oradan pensiyadan arada göndərsin sizə, biraz dolanın. Allah haqqı hey. Sen burada güdəmliyəm idi. O görə gözəl nətər qulluq eləyir Yezliyə. Gözəl, əvvəl doğru yedizdir qaşıqla Yeznəni. Yüzden əli var da. Lala xanım, başa düşmədim, yazdığınızı. Həftə hamam oldu, nədir? Kardeş, sen ses attı kardeşim. Görçük düz danışıyorum da. Mama danıştı mama. Telefonu söyledim. Niye? Kafasını yıkadı. Ha? Kafasını yıkadı. Vallahi yıkadı. Amira xanım, o boş-boş yazanları mən sizə atıram, sizə gülüş şərəf atırsınız.
Seni bloka atma ha, ancaq səssiz at. Yox, səssiz atıram. Yox, artıq yazanlar səssiz. Hə. Hoş geldin. Uşaqlar yenə Füzuliyə papa deyir. Yo. O efirdə deyirlər, daha demirlər. Çörəyi kim alır? Özəl deyil, gözəl özəl. Özləri alır da kim alacaq? Biz almaq bilməlidir. Bizim yoxdur. Yox, niyə yoxdur ki? Burada cəmaatın gözünün qabağında hamı söyməlidir hamı. Akşam de birazdan cemaat yatmaya gidecek. Ne iş nedir? İşi görüp sarmışız. İşimizi görüp sarmışız. Hiç olmaz. Çok sağ olun. Cibiniz dolu olsun. Rızkınız, bereketiniz bol olsun. Uşaqlar altından bir təhər. Yox. Gözəl uşaqlara da yaxşı baxır. Yəni həqiqətən. Çok. Güzel güzel. Baba çok sağ ol. Güzel çok zahmetkeş. Allah'a and olsun. Baku es. Kimi qoşmur qardaş.